Herkes salam dostlar. Mən Scroll və bugün Minecraft modsuz survival serimizə başlayırıq. Tək oyunculu deyək. Dünya adı yəni klasik 31. Dünya 31 enter dedik. Dostlar bu seridəki məqsədim klasik yəni burada deyildi gözlə görək. Göz adı var. Dostlar bu seridəki məqsədim farmlar düzəltmək, mən bütün bossları kəsmək. Belə yəni klasik survival serisi. Yaxınlarda bir də közad. Nə var mən qır da ağacı. Bambalı şeylər edirəm. Tesla ticaret gir. Bir tane daha. Koy. Tezlere de. Hoşum yani bir yavaş eləməkdən. Daha 1, 2, 3. Bəs. Burada bu var da. Kanı kazma ayala. Səndən işim qutardı. Mağara. Bax da baxayım. Buranı qır. Baltanı da Allah tez. Görək dəmir tapacağıq oyunun başından. Tökülüftü. Ay bilə. Uğraş öldürməyəcəm yox. Hava yeri ölməsəyəm qaçaq. Bir dənə köydən zadan tapaq tez. Ya da yıkıq portal ola bilər. Hər şey razıyam şu an tapıla biləcək. Dağın başına çıxayım bir dəqiqə. Dağın başına rahat görər. Çankları da artırıram. Dostlar bu seridə sizin dediklərinizlə də irəliləmək istəyirəm. Yəni sizin dediyiniz mob farmlar ola bilər, bitki farmlar ola bilər. Hər şey yəni sizin dediklərinizlə irəlilədəcəm. Köylü ticarət mərkəzi, dəmir farmı, böyük şeylər eləmək planım var. Yemək bir dəqiqə. Kazma nədir? Baltanı və tek atmışdım. Öl. Hayır var. Yaxşı, bir bu yetim çəlmiş. Yoxdur şimdi. Aha yemək. Hara qaçsan. PvP'ciyəm mən. Tox da deyirəm əslində PvP'ci zad. Belə PvP'ci olar öl. Sən də sağ qalmadın, nəslini qırdım. Qaçma. Qaçma. Bir zibillə vermədi. Toyuğu yeyir. Köy tapmaq istəyirəm. Köydəki buğdalardan yemək əldə etmək olur. Hər yer buğda olur deyə yemək problemi çəkmirəm. Neçə bölünmə yemək problemi çəkməyəcək də. Daha da yuxarı. Yıkıq portal yoxdur ki. Yəni baxdım o elə bir şeyin yanında da spamlanmadım. Balqabağı nə arayacağım? Öləcəm bu dəqiqə. Nəsə gedək. Ultra parkur skilllərimlə blok koyarım ta altıma. Şeyi çiğ olsa hər nədir. Canınız da olsun bəs. Hatta ilk bölüm yani klasik çok maraqsız olacaq. Yəni ikinci bölümdən bir dənə köy tapsam və madənə girişə bilsək, dəmir tapsa, onda yavaş-yavaş irəliləyəcəm. Modlu survivallar da eləmək istəyirəm. Nə tür modlar xoşlayırsınız? Məsələn, Hexit ola bilər, Yogbox, Downcraft, Dinosaurcraft. O Dinosaurcraft o qədər mən xoşladığım tərzdə bir oyun deyil. Daha çox craft'a yönəlik oyundur. Dinozavr yoxdur. Onları sən DNA-larını tapsan, sümüklərini tapsan,
bir şeyler craftlayıb eləsən dinozavra canlandırırsan. Elə modlar mən xoşlamıram. Çox mən də aksiyon modlarını xoşlayıram. Bunlar da ver. Çəkir qalmışlarını. Böyle tekne düzəldək bir dənə tez. Bu arada mən bu serimizə bir dənə Vein Miner yükləyəcəm. O 100%-də yəni. Belə 2 saat ağacı qırmaqla əlləşmək istəmirəm. Var at yuxarı. Ver. Craft. Ver. Tamam. Getdik. Suyun altında bir şey var. Çox vaxt suyun altında da olurlar. Portallar. Bir də xəritə modu yükləmək istəyirəm. Sağ üstdə mini maplər var. Onlardan endirmək istəyirəm. Yəni sizin də problem olmazsa modsuz survival verib prosta o qədər modsuz olmayacaq və lazım olsa maraqlı şeyləri yükləyəcəm. Orada nə var? Portal var orada. Deyəsən hə. Yoxdur. Belə magma küpüymüş. Getdik. Nəsə mən köydən zıdan tapım gəlirəm. Meşənin dərinliklərini yəni bu bambu qalaqlarını biraz yığım. Kömür oradan yığanmadım, creeper var idi deyə. Bunları kömür vəzi yandırmaq üçün istifadə edək. Qıramısını qır. Bir iki stek olsun bəs çox lazımdır. Bu nə qırılmır? Bilməm. O çoxdular ya məndə. Mən də bir 20-30 dənə qırmalıyım. 3-4 dənəyə oldu 2 stek, 3 stek. Hələ yığmadıqlarım da var. 3 stek oldu. Tamam bəsdir. Davam edək. Jungle'ları heç xoşlamıram. Nə yemək var, nə bir şey, nə kənd spamlanır, nə ilk portal. Buralar heç də olmurdu. Heç nə, sıfır. Bu arada dostlar ağlımda Citycraft-da var. Citycraft biraz qarışıqdır. Sırf şəhərdə olan bir mod paketi. Özüm də belə mod paketləri yığmağı xoşlayıram. Siz də istəsəz mən belə maraqlı mod paketləri yığa bilərəm. Məsələn, dungeonlar ola bilər. Kulelər ola bilər. Üstündə tək gözlü canavarın olduğu, boss'un olduğu kulelərdən də. O tarz modları xoşlayıram mən. Sırf macəra modlarını, xüsusi bossların olduğu modlar ola bilər. Hextech kimi. Biraz qarpız yığaq. Yemək lazım olacaq. Yemək lazımdır. Üstünə 3 dənə şeyim var. 3 dənə şeyim var. Öküzlər də vacib heyvan deyil mənə görə. İndiyə qədər neçə illiyə Minecraft oynayıram, öküzlərə gələr bilmirəm nə qədər olubdur. Heç öldürməmişəm demək olar ki. Nəsə bunlar tulada piyada. Kəs səhralıqla gedərdim. Kakos lazımdır hələ ki. İlerleyen vaxtlar kakos 100% lazım olacaq mənə. Köylülərin takas üçün, alış-veriş üçün. Ağlımdakı niyə almadı? Alış-veriş fermasını qurmasını lazım olacaq. Köylü yoxdur ki bir. Hə, qoyun. Bax, ürəyiniz tanısa time setini istifadə etmə metodu qalmadı. Bu bir. Bravo. 3. Bunu da aradan çıxardım. Bravo. Canavara dirilməmiş yataq. Canlanma noktası olmadı prosta. Aha, kömür. Kömür bir meşale da düzəldirəm. Aha. Dəmir var.
Çok dağına gitmək istəmirəm. İncə skrit səsi də eşitdim. Vein mənim buna görə yaxşıdır da. Kömürlər də tez yığmağa. Belə şeylər çox yaxşıdır Vein mənim. Həm oyun daha doğrusu seri yəni modsuz qalır. Elə də böyük bir mod sayılmır Vein Miner. Köy var, qabaqda köy var. Hə, köy var qabaqda 100%. Gəldik köyümüzə. Bu köylərə dəmirçi olmur çox vaxtı. Yəni mən Red Gate rastlaşmışam da. O da dəmirçi sayılmır. Dəmirçi sayılacaq bir şey də deyil. Ancaq hər evdə sandıq olur, onu bilirəm ki. Dəmirçi var, prosta dəmirçi evi yoxdur. İçində sandıq olan. Bax. Pusula lazımdır. Pusula çox da işlətmirəm. Deyim, onu heç işlətmirəm. Bu evdə də sandıq var. Hər yerdə sandıq var istifadə. Kəsə qalsın, kəsən istifadə eləmirəm onsuz da. Heç nə tutmur. Bunları axırda yığaram ya da yığmayayım. Bu da yox. Sən nə deyirsən? Heç nə. Bu da heç nə yoxdur. Bu köylərin ən xoşlarım ki, hər evdə bir dənə sandıq olmalıdır. Yatağı niyə qırdım ya mən? Neyse. Bunları ver. Saman balyaları. Oyunun başında 50 maskada dəyəri olan tək şey saman balyasıdır. Hardan çıxır bu? Gözlə. Görüm odunları. Heç nə yoxmuş şey. Dəmir golem. Gözlə. Gəl bura. Ora çıxır. Aha, vurula bilir. Ola. 4 dənə, 3 dənə. 4 dənə elmaq. Sırf mən səhv çıxım deyə elə verir. Sandım hani mən. Sən nə deyirsən? Kağızlı zümrüd. Pişil. Döylü zümrüd hələ ki. Gerək büyü basacaq bir şeyim yoxdur. Elmas setim yoxdur. Düzəlməli açıq bir yer tapım. Onda yerləşir. Ondan sonra başlayır yavaş-yavaş köylüləri gətirməyə. Amma ilk fürsətdə ən birinci eləmək istəyirəm ki, bir dənə köyün yaxınlığında 100-200 blok yaxınlığında bir dənə ev qurmaq. Çünki köylüləri gətirib aparmaq rahat olsun deyə. Burada da ev var idi yəni. Hə. Heç nə yox. Elə köy buydu. Nəsə davam. Yaxşı oldu, yemək tapdıq olmasa. Bunlar tulla. Nə yaptın odunu? İşte oldu. Saman balyaları. Bunu özüm bilə-bilə aldım. Su lazım olacaq amma. Onu düzəltməyə bir də ərinirəm 2 saat. Onu şişdən hazırla, düzəlt. Köyləri gəlsə bir şeylər aldım. Bunlar deyir, əyər ver. Çörəyi də ver. Pişim. Gördünüz, heç nəyi öldürməyə tap qalmadı ta. Yeməyimiz də var. Hərləməyə davam. Gəlin maraqlı tapıram. 2 porta tapmaq istəyirəm. Onlara ki loot olur. Armadillo. Bunu öldürəndə nə verir bir dəqiqə. Xuyu öldürürəm. Çəkildi qabağını deyicim öldü. Buralara köydə heç nə yoxdur. Aha, yıkıq portal. Ürəyim təmizdir. İncə deyirəm bir dənə yıkıq portal tapım videonu dayandırım. Daha da videonu bağlayayım, gələn bölümdən buradan davam edərim. Altın blok da var, yes. Hanı sandığım? Allah.
ver. İkisine ithal çakmaq elə də lazım deyil. Bazen karpuz yemiş. Şöyle bu. Buna göre gelmek istəyirdim. O altın bloğunu da alaq. Dəmir kazmanı ver. Tulla bunu. Al, şimdi bu. Nəysə, sonra bu videonun bu qədər. Elə maraqlı olmadığını mənə fərq edirəm. İlk bölümdür. Bu ilk bölümdə belə olur, survival bölümlərində. Nəysə, bu videonun bu qədər. Gələn videoda görüşək. Özünüzə yaxşı baxın. Scroll qaçar.